Kəlmə ilə kəlam sözü arasındakı fərq. Kəlmə və kəlam arasında fərq çox incədir. Gəlin inşallah bunu dəqiq araşdıraq. Kök eynidir, məna eyni deyil. Hər ikisi qılımı kökündəndir. Bu kökün əsası təsir edən söz, iz buraxan ifadə. Hətta klassik lüğətlərdə yaralamaq anlamı verilmişdir. Çünki söz də yaralayır. Kəlimə. Ərəb dilində kəlimetun. Lüğət baxımından kəlimə ən kiçik mənalı söz vahididir. Bir fikri, hökmü və ya mesajı tək başına daşıya bilər. Lüğəvi xüsusiyyətləri. Tək sözdür. Kəlimə tək sözdür. Konkret məna daşıyır. Üçüncüsü, ölçülü sayına baxıla bilir. Bir kəlmə, bir neçə kəlmə yəni ola bilər. Qur'anı istifadədə Allahın kəlmələri hökm, vəd, əmir, qərar mənasındadır. Məsələn, kəlimetullah, Allahın kəlməsi. Yəni, bu tək bir ifadə ola bilər. Amma hökm ağırlığı daşıyan bir kəlmədir. Dəyişməz. Kəlimə bərabərdir məna daşıyan vahid söz. Yəni, kəlimə bərabərdir məna daşıyan vahid söz. Kəlam, indi kəlama görək nə olan şeydir. Kəlam, lüğət baxımından kəlam, tam və məqsədli danışıq. Qarşılıqlı bir danışıq. Bir və ya bir neçə kəlmədən ibarət bütöv söz aktı, əqdi deyək, belə deyək. Lüğəvi xüsusiyyətləri prosesdir, ünsiyyətdir, qarşı tərəfə yönlənmiş danışma hadisəsidir. Yəni, hər kəlam kəlmələrdən ibarətdir. Amma hər kəlmə kəlam deyildir. Kəlam bərabərdir danışma, söz demə aktına, əqdinə, quruluşuna və yaxud da. Qur'anda fərq necə qorunur? Belə bir sual qoysaq ortalığa, kəlmə hökm və qərar səviyyəsini bildirir. Qur'anda kəlmə Allahın dəyişməz hökmünü, qərarını və üçüncüsü də vədini ifadə edir. Neçə dənə şey oldu? Deməli, Qur'anda kəlmə Allahın dəyişməz hökmünü, yəni heç bir zaman dəyişməyən hökmü, məsələn, zina hər zaman pis bir şey olaraq dəyişilmir. Bu Allahın, yəni zina haramdır, zina qadağandır deyilməsi kəlməsi, bu kəlmədir və dəyişməzdir. Zalimlik və yaxud da zülüm bunun kimi. Allahın dəyişməz hökmünü, qərarını, onun haqqında pis və yaxud da yaxşı verilən qərarını, vədini ifadə edir. Və yaxud da bir vədini, məsələn, bu dəyişilməz olan bu qərarını kim pozarsa, ona dair cəhənnəm vədini ifadə edə bilər. Bu səbəbdən Allahın kəlmələri dəyişməz deyilir. Yəni, tək-tək sözlər yox, hökm daşıyan söz vahidləri dəyişməzdir. Anlaşıldı? Yəni, kəlmənin dəyişməsi söhbəti deyil. Allahın kəlmələrinin hökm baxımından dəyişməz olduğunu bildirir. Ona görə kəlmə şəklində gələndə biz bilirik ki, bu söz əsla dəyişməz hökm baxımından. Kəlam isə danışma hadisəsidir. Kəlam Qur'anda danışmaq, səslənmək, xitab etmək mənasında işlənir. Məsələn, Allahın Musa ilə danışması. Bir ünsiyyət aktı kimi, bir ünsiyyət əqdi kimi. Burada vurğu sözlərin sayına yox, danışma faktına yönəlibdir. Qısa, amma dəqiq desək, kəlmə, kəlam, bunlar ikisi də nədir? Sözdür. Yaxşı, kəlmə ilə kəlamın fərqi nədir? Məna daşıyan tək söz kəlimədir. Danışma, söz aktı isə kəlamdır. Amma vurğu baxımından isə, deməli, məna daşıyan o tək söz, hökm, məzmundur. Amma kəlamda danışma, söz aktı isə vurğu baxımından ünsiyyət prosesidir. Anlaşıldı? Yekun bir cümləlik fərq göstərək. Kəlmə nə deyildir? Kəlam necə və hansı aktla deyildir? Onu bildirir. Yəni, kəlmə bir şeyin və yaxud da o kəlmədə nəyin nə olmadığını və yaxud da nəyin nə olduğunu ortaya qoyur. Kəlam isə necə və hansı formada deyildir? Onu bildirmək üçündür. Yəni, bu belə. Bir az
Poetik bağlasaq bu məsələni, kəlmə ox kimidir, hədəfi vurur. Amma kəlam isə ox atma anıdır, o duruşdur, hərəkətdir yəni. Buna qədər yəqin ki, inşallah aydın oldu, başa düşüldü. Bu məsələnin bir tərəfi idi. Gəlin biraz da bunu inşallah Qur'ani yanaşma ilə diqqətlə biraz da diqqət edək. Yəni kəlimətullahla kəlamullah ifadələrini, yəni arasındakı fərqləri Qur'anı baxımından biraz da inşallah sizə çatdırım. O da nədir? Deməli, kəlimetullah Qur'ana görə əgər nədir sualını ortaya qoysaq, bu ifadə Qur'anda təsadüfi deyil. Kəlimə burada adi söz deyil, hökm daşıyan ilahi qərardır dedik. Kəlimə burada niyə söz kimi tərcümə olunmur sualını qoysaq, yəni kəlimetullah niyə söz deyə, Allahın sözü deyə? Çünki Qur'anda səs deyil, cümlə deyil, danışıq aktı deyil. Yəni bax, kəlimetullah səs deyil, cümlə deyil, danışıq aktı deyil. Reallaşmış ilahi iradədir yəni. Reallaşmış ilahi iradə kəlimətullahdır yəni. Qur'anı düsturur. Allah bir şeyi istəyəndə ona yalnız ol deyər, o da olar. Kun və yakun kəlməsi. Məsələn, Bəqərə 117-də var, Yasin surəsində var, bir çox yerlərdə keçir. Buradakı o, fonetik səs deyil, qərar plus icra deməkdir. Yəni, qərar və icra. İkisini bir arada barındıran bu kəlimədir. Allahın kəlmələri dəyişməz nə deməkdir? Qur'anda bir neçə yerdə açıq deyilir. Məsələn, Yunus surəsi 64. Allahın kəlmələri üçün heç bir dəyişmə yoxdur. Məfhum baxımından digər ayələrdə də bu kəlmə keçməkdədir. Allahın kəlmələri üçün heç bir dəyişmə yoxdur. Burada kitab sözləri nəzərdə tutulmur. Ayələrin hərfi deyil, Allahın qərar mexanizmi dəyişməzdir yəni. Yəni, haqq həmişə haqdır, zülüm həmişə zülümdür, vəd verilən bir şey, istər cənnət vədi, istər cəhənnəm, yəni əzab vədi və yaxud da müjdə. Müjdə həm munzir baxımından vədə var, bir də bəşir baxımından vədə var. Yəni müjdə baxımından Allah bir vədə vermiş ola bilər, bir də qorxudub təhdid baxımından vədə vermiş ola bilər. Bunlar nədir? Bunlar mütləq yerinə yetər yəni. Bu kəlmədir, kəlam yox. Bir də kəlmə ilə kəlam burada necə ayrılır? Məfhum baxımından kəlmə, kəlam sözləri Qur'anı funksiyada ilahi qərar, hökm, reallıq kəlmə olur. Amma danışma, xitab, müraciətlər isə nə olur? Kəlam olur. Allah kəlam edər. Yəni neyini? Musa ilə danışar. Allah kəlmə yaradar. Taleyi, qanunu, hökmü təsbit edər yəni. Bu ikisi qarışdırılandır. Yəni bəzən onu qarışdırırlar. Ya qarışdırandan ağarırlar, ya antropomorfizm çıxır ortalığa ki, yəni cisim olmayan bir şeyin cisimləşdirilməsi ortaya çıxır. Yəni mücəssimə eləyirlər bəzən. Məsələn, deyəcəyik indi göz, Allah görür deyirik. Yəni bizim kimi görür bu cisimləşdirmədir. Allahın əli var, bizim kimi əli var cisimləşdirmədir. Ya da metafizik şişirtmə olur. Yəni tamamilə bilsən nətər, cisimdə olan şeylərin Allah'ta olmasının mümkün olmadığını iddia edərək tamamıyla Allah'tan görmək sifətini, eşitmək sifətini uzaqlaşdırmaq. İnsan mərhəmət edir, Allah da mərhəmətlidir deyənməzlər. Yəni bu olur metafizik şişirtmə. Quran isə sərt və aydın bir şəkildədir. Bunu açıqlayır. İndi diqqət edək. Danışacağıq. Mən xüsusən bu barədə ayrıca bir səs atacağım sizə. Bu antropomorfizmlə metafizik şişirtmə haqqında ayrıca bir səs inşallah paylaşacağım. Kəlmə niyə bəzən haqq ilə yanaşı gedir? Buna bir dənə toxunaq. Kəlmə niyə bəzən haqq ilə yanaşı gedir? Çünki haqq dəyişməz reallıqdır. Kəlmə dəyişməz qərardır. Bunlar ona görə yan-yana gedir. Deməli, haqq nədir? Dəyişməz reallıq. Kəlmə isə dəyişməz qərar. Buna görə bu ikisi hər zaman yan-yana gedər. Ona görə Quranda haqq batili yox edər. Allahın kəlməsi üstün gəlir. Baxın, birinə haqq batili yox edər. Bir, Allahın kəlməsi üstün gəlir. Bu söz savaşı deyil, reallıq savaşıdır yəni. Bir cümləlik xülasə diqqətlə baxsaq, kəlmə eşidilir, kəlmə isə, kəlam eşidilir, üzr istəyirəm, kəlmə isə baş verir. Deməli, kəlam
məsələsində qarşılıqlı bu deyir, o eşidir, o deyir, bu eşidir. Amma kəlmə nədir? Kəlmə isə baş verir. Bir az lirik bağlama olsaq burada, Allah danışanda kəlam olur, qərar verəndə kainat tərpənir. O kəlmədir. Aydındır? Kainat tərpənir, o kəlmə olur elə bil. Desək belə. Bu məsələlər bura qədər inşallah aydın oldu və biz burada nəticə alırıq ki, kəlimə Allahın dəyişməz olaraq verdiyi qərarlarda işlənir. Kəlam isə ümumi olaraq proses olaraq danışıq prosesini qarşılıqlı eşidərək danışığı bildirmiş olur. Vəssalam.